Salam, hər vaxtınız xeyirli olsun. Səfiyyənin mətbəxinə xoş gəlmisiniz. Bugün sizlərlə saatlarla qazın yanında dayanmadan çox asan və çox da ləzzətli alınan yeməyimizi necə hazırladığımı bölüşmək istəyirəm. Əgər maraqlıdırsa, keçək hazırlamağa. Bir damla belə su əlavə etmədən öz suyunda bişən bu yemək həqiqətən çox ləzzətlidir. Mən körpə dana ətindən istifadə etdim və ətimizi bu cür çox da xırda olmayan hissələrə bölürəm. Yəni ətimiz iri də deyil, hardasa 35-40 qramlıq tikələrə bölmüşəm. Və tərəvəzlərimiz 500 qram ət üçün mən bu miqdar tərəvəzdən istifadə etdim. Ancaq siz artırıb azalda bilərsiniz. Və badımcanları göstərdiyim qaydada alacalı formada soyuram. 1 ədəd kapya biber, mütləq deyil ki, kapya biberdən istifadə edəsiniz. Əgər əlinizin altında yoxdursa, sadəcə yaşıl bolqar biberindən də istifadə edə bilərsiniz. Tumunu və içərisinin pərdə hissəsini yaxşıca təmizləyirik. Mən 1 ədəd acı biberdən istifadə etdim. Biber çox acı olduğuna görə baş hissəsini əlavə etmədim. Sevməyənlər acı biberi əlavə etməyə bilərsiniz. Və 2 ədəd iri ölçülü yaxşı sulu pomidordan istifadə edirik. Yeməyimizə mən su əlavə etməyəcəyimə görə, yəni mütləqdir ki, pomidorlarımız sulu olsun. İndi keçək tərəvəzlərimizi doğramağa. Deməli, badımcanları bu cür göstərdiyim qaydada biraz iri dilimlər halında doğrayıram. Soğanı göstərdiyim qaydada halqavari doğrayıram. Ancaq bəzi ailələrdə, evlərdə soğan sevilmədiyinə görə, yəni bu cür iri sevməyənlər xırda doğraya bilərsiniz. Pomidorları da xırda doğrayıram. Bir daha qeyd edim, mən bu yeməyə əlavə tomat su əlavə etməyəcəyimə görə, deməli pomidorlarımızı iri, bir də sulu olmağı mütləqdir. Əgər pomidorlarınızın ölçüsü xırda olarsa, yəni kiçik ölçülü olarsa, o zaman mütləq sayını artıracaqsınız ki, yeməyinizə əlavə su vurulmasın. Biberlərin hər iki növünü, həm kapya biberi, həm yaşıl acı biberi biraz digər tərəvəzlərə nisbətən xırda ölçüdə doğrayıram. Və bu tərəvəzlərdən əlavə olaraq mən kartof da əlavə edəcəm yeməyimizə. Deməli, 4 ədəd orta ölçülü kartofu da ətin ölçüsünə uyğun olaraq iri ölçüdə doğrayıram. Yəni, yeməyimizdə tərəvəzləri iri doğramağın məqsədi yeməyimiz bişdiyi müddətdə tərəvəzlərin əzilməməyidir. Baxın, bu cür iri ölçüdə. Mən yeməyimizi saxsı qazanda bişirəcəm və qazana öncə pomidor əlavə edirəm. Əgər sizdə quyruq olarsa, o zaman birinci növbə quyruq əlavə edin. Pomidorları qazanın dibinə yaxşıca yaydıqdan sonra üzərinə azacıq duz əlavə edirəm və doğradığımız soğanın yarısını əlavə edirəm. İndi soğanların üzərindən ətin hamısını əlavə edirəm və ətimizə görə ədviyyatlar əlavə edək. Deməli, mən sadəcə duz və istiotdan istifadə etdim. Ancaq siz öz zövqünüzə görə istədiyiniz əlavələri edə bilərsiniz. Bir də bu yeməyi sarımsaqlı sevənlər, yəni soğanı əlavə edərkən sarımsaq da bir neçə diş əlavə edə bilərsiniz. Mən istiotu sadəcə bir dəfə ətin üzərinə azacıq vurdum. Çünki acı biberlə hazırlayıram. Və soğanın qalanlarını da üzərinə əlavə edib badımcanları əlavə edirəm. Badımcanlar, bir daha qeyd edim, əgər acı suyu varsa, yəni yay badımcanıdırsa, mütləq acı suyunu çıxardıb daha sonra hazırlayın. Və doğranmış kartofları da əlavə edirəm. Qazanımızın dolu olmağına fikir verməyin, yəni tərəvəzlər hamısı diri olduğuna görə hal-hazırda bu cür dolu görsənir, ancaq yeməyimiz bişdikcə, yəni bunlar hamısı aşağı inəcək.
və doğradığımız biberləri də əlavə edirəm. Mütləq tərəvəzlərə görə, yəni öz zövqünüzü nəzərə alaraq yeməyinizə duzu əlavə edin ara sıra. Və pomidorları da əlavə edirəm. Qeyd etdiyim kimi mən tomatlı su istifadə etmirəm. Yəni arzu edənlər, daha çox tomatlı sevənlər 1-2 xörək qaşığı, yəni bu miqdar üçün 1 xörək qaşığı tomat kifayətdir. 1 stəkan suda açıb əlavə edə bilərsiniz. Və quyruq istifadə etmədiyim üçün mən kərə yağını da əlavə edib soyuq dəmirin üzərinə soyuq qazanımızı qoyuruq ki, qazanda çatlama olmasın və qazın alovunu minimuma endiririk və hardasa bir 15-20 dəqiqə sonra. Baxın, görürsünüz üzərində yağ hələ əriməyib tam, ancaq artıq yeməyimiz nə qədər suyunu buraxıb. Yəni ona görə də mən su əlavə etmədən hazırladım. Yəni pomidorlar da çox sulu pomidorlardır. Və 1 saat yarım sonra, deməli yeməyimiz qaynadıqdan 1 saat yarım sonra artıq gördüyünüz kimi yeməyimizin də səviyyəsi nə qədər aşağı düşüb, yeməyimiz artıq hazırdır. Qazın altını söndürürəm və ilk istisi getdikdən sonra artıq yeməyimizi servis edə bilərik. Bir damla belə içərisinə su əlavə olunmadan hazırlanan bu yeməyi hamınıza ən azından bir dəfə hazırlayıb dadına baxmağı tövsiyə edirəm. Həqiqətən həm əziyyətsiz, həm də çox ləzzətli yemək alınır. Allah hər birinizə bol ruzu bəxş etsin. Hər biriniz öz ailə üzvlərinizlə sağlam, canla sevdiyiniz yeməkləri hazırlayıb nuş edəsiniz. Məndən isə bu qədər. Siz isə mənə dəstək olmağı, əgər videomu bəyəndinizsə bəyən düyməsinə basmağı, şərhlərdə fikirlərinizi yazmağı unutmayın. Bu sizin üçün asan, mənim üçün isə çox dəyərlidir. Dəstək olan hər kəsə öncədən təşəkkür edirəm. Nə yaxşı ki varsınız. Sağ olun, Allah'a emanet olun. Gələn videolarımda görüşənədək.